Bağışlayan ve mehriban Allahın adıyla Ramazan ayının 12-ci gününün duasını oxuyuruq. Allahım, məni bu ayda eybləri örtmək və hər cür pis işlərdən çəkinməklə zinətləndir. Məni ehtiyac miqdarına qane olmaq və kifayətlənmək libasına bürü. Ədalət və insafa vadar et. Məni qorxduğum hər bir şeydən qoru və amanda saxla. Qorumağına xatir, ey qorxanları qoruyan. Bugünkü Ramazan gündəliyi söhbətimizdə şükrün necə edilməsi barədə söhbət açacağıq. Quran-ı Kərimdə buyurulur, yadınıza salın ki, o zaman Rəbbiniz bunu bildirmişdi. Əgər mənə şükr etsəniz, sizə olan nimətimi artıracağam. Yox, əgər nankorluq etsəniz, unutmayın ki, mənim əzabım həqiqətən şiddətlidir. İmam Sadiq əleyhissalam buyurur, nemətin şükrü günahdan uzaqlaşmaqdır. Şükür odur ki, insan nemətin öz və ya başqalarının cəhdi, ağlından deyil, əksinə Allahdan olduğunu bilsin. Ha belə Allahın ona verdiyinə razı olub, onları günah yolunda sərf etməsin. Gerçək şükür odur ki, insan Allahın nemətini onun yolunda sərf edər. İlahi nemətlərin qarşılığında edilən şükür olduqca az və kiçikdir. Sədinin dili ilə desək, bəndə odur ki, öz təqsirinə görə Allah dərgahından üzr diləyər. Yoxsa kimsə Allaha layiq olanı yerinə yetirə bilməz. Digər bir hədisdə oxuyuruq ki, Allah Musa Peyğəmbərə belə vəhiy edir, mənim şükür haqqımı yerinə yetir ey Musa. Həzrəti Musa isə belə deyir, bu iş mümkün deyil ilahi. Çünki hər bir şükür kəlməsi başqa bir şükür tələb edir. Ona belə vəhiy oldu. Sənin bu iqrarın hər bir şeyin məndən olduğunu bilməyin mənə olunan ən yaxşı şükürdür. İnsanlara edilən təşəkkür əslində Allaha təşəkkür etməkdir. Hədisdə deyildiyi kimi, kimsə məxluqatın içərisindən nemət verən birinə təşəkkür etməsə, Allaha təşəkkür etməmişdir. Əgər Allahın nemətini haqq olmayan bir yola sərf etsək, bu zaman həmin nemətə qarşı nankorluq edərik. Küfür üçün zəmin yaratmış olarıq. Ayədə deyilir, yox, əgər nankorluq etsəniz, unutmayın ki, mənim əzabım həqiqətən şiddətlidir. Və o kəslər ki, Allahın nemətini küfrə dəyişdilər. Allahın bizim ibadət və şükrümüzə qətiyyən ehtiyacı yoxdur. Quran dəfələrlə bu həqiqətə işarə edərək buyurur, Allah sizdən ehtiyacsızdır. Ancaq bizim ona tərəf yönəlməyimiz təkcə bizim izzət və imkanımıza, inkişafımıza səbəb ola bilər. Necə ki, günəşin bizə ehtiyacı yoxdur. Amma bizim ona ehtiyacımız var. Belə ki, öz evlərimizi ona tərəf tiksək, bu zaman onun nurundan, işığından istifadə etmiş olarıq. Allahın Quranda Peyğəmbərlər barədə qeyd etdiyi təriflərdən biri də onların şükür etmə ruhiyyəsinə sahib olmalarıdır. Məsələn, Həzrəti Nuhun həyat yoldaşının, övladının və qövmünün vəfasızlığı qarşılığındakı səbir və dözümlülüyünə rəğmən Allah onun şükründən söz açaraq onu şükr edən adlandırmışdır. Quranda Allah Taala dəfələrlə insanların nankorluğundan şikayət edir. Düzdür, Allahın ona şükür edə bilməyimiz üçün uğur, müvəffəqiyyət diləməliyik. Necə ki, Həzrəti Süleyman ondan bunu diləyirdi. Ey Rəbbim, mənə əta etdiyin nemətə şükr etmək üçün mənə ilham ver. Biz çox vaxt təkcə hər gün istifadə etdiyimiz nemətlərə diqqət edirik və bir çox nemətlərin varlığından isə xəbərdarsız qalırıq. Məsələn, sələflərin vasitəsilə irs olaraq bizə yetişən nemətlər və ya hər an bizdən uzaqlaşmaqda olan minlərlə bəlalar bu qəbildəndir. Ağlımıza gəlməyən bəlalar bizdən uzaqlaşır. Bu da Allahın bir nemətidir. Qeyd olunanlardan əlavə, məsumların bəzi dualarında ilahi nemətlər və onların qarşılığındakı şükrün zəruri olmasına diqqət çəkilir ki, bu da insanda şükür etmə ruhiyyəsini dirildərək möhkəmləndirir. Allaha şükür bəzən sözlə, bəzən də davranışla həyata keçir. Bir hədisdə oxuyuruq ki, hər zaman hansısa bir ilahi neməti xatırlasanız, bu zaman şükür əlaməti olaraq üzünüzü yerə qoyaraq səcdə eləyin.
Hətta atın belində olsanız belə yerə düşərək deyilən əməli edin, səcdə edin və əgər edə bilməsəniz, onda üzünüzü atın yəhərinin hündür yerinə qoyaraq səcdə edin. Yox, əgər bunu da bacarmasanız, o zaman üzünüzü ovucunuzun içərisinə qoyaraq Allaha şükür edin deyə buyurulur hədisdə. Burada əməli şükürün bir neçə nümunələrini nəzərə çatdırmaq istəyirəm. İlk olaraq namazdan söz açaq. Namaz Allaha edilən ən gözəl şükürdür. Allah Quran-ı Kərimdə öz Peyğəmbərinə buyurur, ey Peyğəmbər, həqiqətən biz sənə Kövsər bəxş etdik. Ona görə də bu nemətlərə şükür edərək Rəbbin üçün namaz qıl və qurban kəs. Ayənin orijinalı belədir. İnna a'taynakal kevser fesalli li rabbika vanhar inne şaniyeke huvel abtar. Daha sonra oruc ibadətini qeyd edən bilərik ki, ilahi peyğəmbərlər Allahın onlara bəxş etdiyi nemətlərin şükrü olaraq oruç tuturdular. Hal-hazırda bizi izləyən siz dəyərli izləyicilərdən oruç tutanlarınız oruç tutmaqla həm ibadət edirsiniz, həm də sizə verilən nemətlərə görə Allaha şükür etmiş olursunuz. İnsanlara xidmət göstərmək də ən gözəl şükürdür. Sizə təəccüblü gələ bilər, amma həqiqətən də insanlara xidmət etmək, dinimizə görə Allaha şükür etməkdir həm də. Quran bu barədə belə buyurur, əgər savadsız birisi, savadlı birisindən ona məktub yazmasını istəsə, həmin adam imtina etməməli və öz savadına şükür əlaməti olaraq onun məktubunu yazmalıdır. Bu ayədə insanlara xidmət kimi xarakterizə olunan məktub yazma, savad nemətinin şükrü olaraq hesab olunmuşdur. Qənaəti də vurğulaya bilərik. Qənaət də şükrün bir növü sayılır. Peyğəmbərlərdən biri belə buyurur, qənaətçil ol, əgər belə olsa insanların ən şükür edəni olarsan. Yetimə nəvaziş göstərmək dinimizdə Allaha şükür etmək kimi dəyərləndirir. Allah Teala öz peyğəmbərinə belə buyurur, biz sənə yetim olduğuna görə sığınacaq verdik. Elə isə yetimi özündən uzaqlaşdırma. Çətinliklərə şükür etmək. Quran bu barədə belə buyurur, ola bilsin ki, xoşlamadığınız bir şey sizin üçün xeyirli, xoşladığınız bir şey isə sizin üçün zərərli ola bilər. Onu Allah bilir, siz bilməzsiniz. Əgər başqalarının daha çox çətinlikləri olduğunu bilsək, çətinliklərin bizim Allaha olan diqqətimizi çoxaltdığını bilsək, əgər çətinliklərin qüruru sındırdığını, daşqəlbliliyi isə aradan qaldırdığını bilsək, əgər çətinliklərin bizə ağrılı və dərdli insanları xatırlatdığını bilsək, əgər çətinliklərin bizi müdafiə və yaradıcılığa sövq etdiyini bilsək, əgər çətinliklərin bizə keçmiş nemətlərin dəyərini xatırlatdığını bilsək, əgər çətinliklərin günahlar üçün bədəl olduğunu bilsək, əgər çətinliklərin axirət mükafatını əldə edə bilmək üçün bir səbəb olduğunu bilsək, əgər çətinliklərin öz səbrimizi yoxlamaq və ya gerçək dostları tanımaq üçün bir vasitə olduğunu bilsək, əgər bilsək ki, bizim üçün daha çox və daha çətin problemlər baş verə bilərdi, bu zaman zahiri çətinliklərin belə öz yerində şirin olduğunu anlayarıq. Odur ki, bir uşağa xurma şirin, soğan isə acı gəlsə də, əqli inkişaf səviyyələri yüksək olan, yəni böyüklər, valideynlərə görə şirin və acı hər ikisi xoşa gəlimlidir. İmam Əli Uhud döyüşündə belə buyurur, cəbhədə iştirak etmək, şükrü yerinə yetirilməsi vacib olan şeylərdən biridir. Təsəvvür edin ki, əgər əsgər öz vətənini, xalqını, dövlətini və torpağını qoruyursa, bu da Allaha şükür etmək sayılır. İmam Əlinin qızı Zeynəb Kərbəla hadisəsindən sonra tarixi bir cümlə söyləyib, mən Kərbəlada yalnız gözəllik gördüm. Oruç tutaraq Allaha şükür edən hər kəsin orucu və şükrü qəbul olsun. Bu nemətdən uzaq düşən, oruç tuta bilməyənlərə oruç tutmaq nəsib olsun, Allah ibadətlərinizi qəbul eləsin. Allahım, məni bu ayda eyibləri örtmək və hər cür pis işlərdən çəkinməklə zinətləndir.
məni ehtiyac miqdarına qane olmaq və kifayətlənmək libasına bürü. Ədalət və insafa vadar et. Məni qorxduğum hər bir şeydən qoru və amanda saxla, qorumağına xatir. Ey qorxanları qoruyan! Subhanallahi velhamdülillahi ve la ilahe illallah vallahu ekber. Allahu ekber, Allahu ekber. Allahu ekber, Allahu ekber. Eşhedü en la ilahe illallah. أشهد أن لا إله إلا الله. أشهد أن محمدًا رسول الله. أشهد أن محمدًا رسول الله. أشهد أن عليًّا ولي الله. أشهد أن عليًّا حجة الله. حي على الصلاة. حي على الصلاة. حي على الفلاح. حي على الفلاح. حي على خير العمل. حي على خير العمل. الله أكبر، الله أكبر. لا إله إلا الله. لا
وصلى الله على سيدنا محمد وآله وسلم.